Salam dostlar, salam əziz qardaş və bacılar. Necəsiz? Ümid edirəm ki, yaxşısınız. Və yaxud neyinirsiniz? Yaxşı olmağa çalışırsınız. Bu günləri biz yenə də mövzumuz nevrozdur. Siz bilirsiniz, mən ümumiyyətlə nevrozlarla işləyirəm. Baxın, nevroz xəstəliyi nədir? Onu birinci anlayın. Nevroz xəstəliyi emosional xəstəliyidir. Emosional bilirsiniz nədir? Sizin emosional nədir? Azərbaycanca var. Duyğularınız da hoşum belə deyək. Qəmgin olursunuz və yaxud özünüzü günahkar bilirsiniz və yaxud nə bilim nə. Bu cür bir şeylərdən irəli gələn bir şeydir. Anlatabildim mi? Yəni, siz nevrozların içində bir körpəlik var. Yəni, uşaq var bir dənə. O uşaq ara bir sizə deyir ki, mən bunu eləmək istəyirəm. Şıltaqlıq edir. Mən bunu eləmək istəyirəm. Amma sizin yaşınız en qədər var deyə siz düşünürsünüz ki, yox, sizi öyrədiblər uşaqlıqda. Odur, nevroza gəlirəm. Uşaqlıqda sizi öyrədiblər, axı, emosional, yəni bildirəndə, yəni bu emosiyalarınızı bildirəndə və yaxud qışqıranda və yaxud nəsə deyəndə siz yaxşı insan olmursunuz. O pis insanlara aiddir. Bunu öyrədiblər və indi uşaqlıq dövrünüz qalıb içinizdə. O deyir ki, mən belə istəyirəm. Siz deyirsiniz, yox, mənim yaşım var, bu düzgün bir şey deyil və bunu eləmək olmaz. Ona görə də bir çoxları yəni necə deyim sizə ki, siz başa düşəsiz, asozunu eləmirsiniz bunu, yəni asaznavat eləmirsiniz, düşünürsünüz ki, bu mən oturmuşdum, birdən-birə mənim halım, bu son mərhələlərdir. Həmişə fiziki proyevleniyalar, yəni fiziki ağrılar var, çəkirsiniz. Qəlb döyüntüsü, kürək ağrısı, göz qaralmaları, baş gicəllənmələri və s. kimi bu simptomlar, bunlar son mərhələlidir. Bu nəyə görə olur? Bu simptomları beyin özü vibrat eləyir, yəni yığır. Sizə göndərir ki, siz artıq bu içinizdəki uşağa qulaq asmalısınız. Anlatabildim mi? Siz nə etməlisiniz o vaxtı? Təbii ki, siz emosiyalarınıza qapanmamalısınız və olduğunuz kimi də yaşamalısınız. Ay, qonşum nə dedi? Ay, qohum belə deyər, nə bilim, neyniyər? Ay, nə bilim, filan kəs nə deyər? Filan bu emosional problemdir. Yəni, bunları yığışdırırıq. Bir gün bağırmağımız gəlirsə bağırırıq. Bir gün qışqırmağımız gəlirsə qışqırırıq. Bu günləri kiməsə nə sözümüz varsa onu deyirik. Bu günləri bütün emosiyalarımızı çıxardırıq. Anlatabildim mi? Yəni, nə demək istəyirəm? Bu xəstəlik emosional problemdir. Panik atakdan çoxu danışırlar. Panik atakı mən 1 saata çıxardıram sizdən. 1 saata. Anlatabildim mi? Panik atak nevroz deyil. Nevrozun səbəbləri çox dərindir. Panik atak sonuncu mərhələdir. Artıq bu əzələlərdə ki, o adrenalin yığılır, bu hardan çıxmalıdır? Sizə baxın, görürsünüz, arada
panik atak, indi baxacaqsınız, biləcəksiniz. Panik ataklı insanlar bir yerdə dura bilmirlər, istəyirlər elə də vücuxalar eləsinlər, bunu eləsinlər, nə bilim, siqaret çəkən siqaret çəkir, nə bilim, içki içən tez qaçır içkiyə və yaxud dərman filan, karvalol, zizbil və yaxud ən paslerini skoru çağırırlar. Bu enerjidir, anlatabildim mi? Yəni bu enerjidir, bu enerji yığılır sizin əzələ daxilinizə və onu çıxmalıdır, mütləqdir ki, çıxsın. Siz onu anlamırsınız, siz onu bilmirsiniz necə çıxartmaq lazımdır və düşürsünüz labirintə. Onu mən 1 saat, 2 saat ərzində sizə lazım olan bir şeylə atırım. Ondan da siz çıxırsınız. Anlatabildim mi? Yəni Azərbaycanda çox belə şeylər var. Yəni mən baxıram. Ancaq yapışırlar panik atak, bilirsiniz, gəlir mənbəyi kimi baxırlar da, yəni buna. Bu gəlsin də elə pul üçün da, yəni. Amma elə olmur da, başınıza dönərəm. Bunun xitamı var. Bunun sonu var, bunun konkret olaraq texnikalar var, hansı ki 1 saat, 2 saat ərzində çıxırsınız bu palaşeniyadan. Bütün hər bir şeyi mən izah edirəm. Qaldı ki, nevrozun kökü nədir? Əlbəttə ki, emosional problem sayılır bu. Nevroz ümumiyyətlə emosional problem sayılır. Və biz araşdırırıq şuur altında hansı sizdə kök var. Yəni, nədir bu sizdə? Sizi narahat eləyən nədir? Hansı düşüncədir, hansı vəziyyətdir, yəni hansı olaydır? Biz detal onunla başlayırıq işləməyə, tamam mı? Yəni, problemsiz bir şeylərdir. Yəni, özünüzü, mən ən axırıncı adamam, mən xəstəyəm, mənim çarəm yoxdur, ay Allah, mən ölməyə hazıram, mən nə bilim, neynirəm, bunlar hamısı boş ifadələrdir, tamam mı? Biz bunu bir aspektdən elə yanaşırıq ki, siz bir müddətdən sonra düşünəcəksiniz ki, həyat varmış həqiqətən həyat varmış. O qədər sizdə indi ruh düşkünlüyü var axı. Siz axı dopamin sizdə çox aşağı səviyyədədir deyə sevə də bilmirsiniz, evlənə bilmirsiniz, nə bilim, düşünə bilmirsiniz, xəyallar qura bilmirsiniz, anlatabildim mi? Bu hormonal disbalansıdır. Biz bunların hamısını düzüb qoşuruq. Tamam mı? Belə qorxmayın, heç bir şey yoxdur, nevroz xəstəlik deyil. Nevrozun sadəcə ayrıca bir xəstəlik kimi sayıblar. İndi o vaxtki alimlər. Amma biz hələ də onu heç nə ayrıca, nə indiki, nə heç vaxtda da xəstəlik kimi saymırıq. Emosional problemdir və onun həlli var, mənim əzizlərim. Varsa yaxşı psixoterapevt, mükəmməl psixoterapevt olmalıdır ki, kökdən işləsin. Varsa müraciət edin, yoxdursa bizə müraciət edin, biz sizinlə onlayn işləyə bilərik və sizi həyat eşqini, hər bir şeyi qaytaracağıq və siz görəcəksiniz ki, nə qədər də ilk həftədə hiss eləyəcəksiniz onu. Tamam mı? Özünüzə yaxşı baxın.